buynuzlu uşaqlıq. Əgər pasientdə dəqiq 2 buynuzlu uşaqlıq diaqnozu qoyulubsa, MRT ya da laparoskopiya, histeroskopiya ilə qoyulubsa, bu buynuzların ölçüsü qənaət bəxşdirsə, yəni çox darlıq yoxdursa, ki, böyük ehtimal olmur, yəni pasientdə hər hansı bir əməliyyata ehtiyac yoxdur. Əvvəllər bu əməliyyatları icra edirlər, işte buynuzların birləşdirilməsi ya da 2 uşaqlıq varsa 2 uşaqlığın birləşdirib 1 uşaqlıq edilməsi. Amma bu artıq əməliyyatlar çox aqressiv əməliyyat olduğu üçün ilərləyən zamanlarda həm hamilə qalmada, hamilə qalarsa plasentanın bitişmə anomaliləri akreata, inkreata, pekreata verdikləri üçün artıq bu əməliyyatlar icra edilmir. 2 növ buynuzlu uşaqlıqdırsa heç bir müdaxilə edilmir. Hamiləlik baş veribsə sadəcə hamiləlik diqqətli takib edilməlidir. Çünki bunlarda erkən doğum, yəni riski vardır. Mütləq yaxından takib edilib lazımi müalicə verilməlidir. Bizdə bu aralar daha çox nə gəlir? İnfantil uşaqlıq diaqnozu. Yəni əsl infantil uşaqlıq deyil ha. Yəni uşaqlığın hipoplaziyası diaqnozu ilə gələn çox pasiyent olur. Qeyd edim ki, çoxu da yanlış bilir bu, yanlışlıqla o diaqnoz qoyulur. Uşaqlığın ölçüsünün biraz kiçik olması, bu o demək deyil, uşaqlıq hipoplazik uşaqlıqdır. Hipoplazik uşaqlıqlarda uşaqlıq həddən artıq kiçik olur, əzələ divarı nazik olur, demək olar ki, endometrium qalınlaşmır. Bəli, bu qadınlarda hamilə qalması olmur, amma uşaqlığın ölçüsü biraz kiçik olması, bu o demək deyil, uşaqlıqda infantil uşaqlıqdır, yəni detski uşaqlıq da deyirlər indi, ən çox bu yayılıb. Niyə deyirəm? İndi düzdür, bizim dildə deyil, amma pasientlər ən çox bu dilə gəlir, detski uşaqlıq. Olmur. Bu uşaqlığın ölçüsü kiçik olması o demək deyil, bu hipoplastik uşaqlıqdır. Bəli, ölçünün kiçik olması ilərləyən zaman hamilə qalır, amma ilərləyən zamanlarda ölçü kiçikdirsə erkən doğum ola bilir. Bunun da lazımi müalicələri, lazımi prosedurlar icra edilir ki, erkən doğum olmasın ya da erkən doğum olarsa da, yəni erkən doğum dedim, 30 həftənin üstündə doğum olarsa da, bu da yeni doğan neonatologiya reanimasiya şöbəsi ilə, yəni bu uşaqlar həyatda qalır, yaşayırlar. Ona görə hər uşaqlığı kiçik olan qadından sənin uşağın olmayacaq, hipoplastik uşaqlıq var, işte deyilməsi düzgün deyil.